Bütün mavi gözlü insanların aslında akraba olduğunu biliyor muydunuz? Binlerce yıl önce dünyada yaşayan insan kabilelerinin çoğu Bəli, insanlarda təbii olaraq gözlərin rəngi qəhvəyidir. Mavi gözlər sonradan yaranır. Təqribən 6-10 min il əvvəl Avropa bölgəsində yaşayan bir insanda genetik mutasiya baş verir. Bu mutasiya göz rənginə cavabdeh olan mexanizmi dəyişir və nəticədə mavi gözlər ortaya çıxır. Vacib məqam isə bax budur. Bu mutasiya bir dəfə baş verir, yəni mavi gözlər müxtəlif yerlərdə ayrı-ayrılıqda yaranmayıb. Hamısı eyni ilkin genetik dəyişiklikdən gəlir. Bu isə nə deməkdir? Bu o deməkdir ki, bugün dünyada mavi gözlü olan hər bir kəs ümumi bir vahid əcdaddan gəlir. Əlbəttə ki, burada qohum sözü və əcdad sözü biraz səhv başa düşülə bilər. Bu o demək deyil ki, hamı bir-birinə yaxın qohumdur və heç kəslə evlənə bilməz. Hamımız uzaq keçmişdə əlbəttə ki, ortaq bir əcdadı paylaşırıq. Eyni ilə hamımız Afrikadan gəlmişik, hamımız eyni qədim insan populyasiyasından yayılmışıq. Sadəcə mavi gözlərdə bu daha aydın görünür. Çünki konkret bir mutasiya ilə bağlıdır. Bir detal da var. Mavi göz geni dominant deyil. Yəni valideynlərdə varsa belə uşağa keçmə ehtimalı çox aşağıdır. Ona görə də mavi gözlər nisbətən nadirdir. Yəni anladığınız kimi doğrudan da mavi gözlü insanlar hamısı eyni genetik məlumatı daşıyır.